Bu gün sizə panik atakla həyəcan keçirdən uşaqların xüsusiyyətlərindən danışmaq istəyirəm. Ümumiyyətlə panik atak bir çox hallarda uşaqlarda rast gəlinə bilər, amma həyəcan təkcə imtahan zamanı müşahidə olunan bir xüsusiyyətdir. Həyəcanlanma daha çox əllər tərləyir bu zaman uşaqda, ürək döyüntüləri artmağa başlayır. Həmçinin uşaqda sıxıntılar baş verməyə başlayır, yəni narahatlıqlar daha çox olur bu uşaqlarda. Amma panik atak daha fərqli xüsusiyyətlər də göstərə bilir. Yəni imtahandan fərqli vaxtda da siz panik atakı müşahidə edə bilərsiniz. Adi ev şəraitində belə panik atak baş verə bilər uşaqda. Yəni onda ürək döyüntüləri daha da artmağa başlayır. Uşaq elə bilir ki, mən bu dəqiqə öləcəm, məni həkimə aparın deyir. Yəni tez-tez bu uşaqlarda həkimə getmək kimi bir xüsusiyyət olur. Onlar elə bilirlər ki, ürəklərində və yaxud fiziki olaraq hər hansı problemləri var və həkimə gedəndə bu xüsusiyyətlər onlarda artıq keçəcək. Hətta həkimə gedəndə bir problem çıxmasa belə, evə qayıdanda onlar deyirlər ki, hə mən özümü daha yaxşı hiss edirəm. Çünki bir onlarda takıntı kimi ola bilər ki, həkimə gedəndə onlar düzələcəklər. Bu zaman siz nə etməlisiniz? Bu zaman psixoloqa müraciət etməlisiniz. Uşaqdakı o qorxuların səbəblərini aşkara çıxarmalısınız. Çünki panik atak öz başına yaranmır. Hər hansı bir qorxudan yaranır. Yəni orada bir problem var. Gizli problemdən söhbət gedir.